Salam kanalımın dəyərli izləyiciləri, kanalıma, yeni vloquma xoş gəlmisiniz. Bugün şəkər bura hazırlayıram. Gəlin birlikdə hazırlayaq. İlk öncə unum 1 kilo yarımdır. 1 kilo 500 deyək. Unun qabı yüngül olduğuna görə elə çəkisin eyni götürürəm. Amma xamanın qabı biraz ağır olduğuna görə 100 qram ağırlığı çıxıram qaba. Həmçinin kərə yağı da elə öz nehrə yağımızdan istifadə edirəm. Burada isə 1 çay qaşığı ucunda duruş, 1 xörək qaşığı şəkər tozu, 1 çimdik də duz. İlk öncə xamanın qabına 3 ədəd yumurta əlavə edirəm. 2 yumurtanın sarısı, 1 yumurtanı bütöv əlavə edirəm. Hamısını birlikdə xamana qarışdırıram. Ondan sonra saxladıram bir kənarda. Sonra keçirəm omac halına gətirməyə. Unumla yağı ikisini birlikdə yoğuracam, omac halına gətirəcəm. Ən sonunda da südü əlavə edəcəm. Mənim 3 milli süd getdi. Bu gördüyünüz stakan, bir də yarım getdi. Undan una fərq eləyir. Xəmir nə çox quru, nə də çox yumuşaq olmalıdır. Burada isə kündələrim hamısını 40 qramdan tutdum. Hamısını hazır vəziyyətdə qoyuram. 56 ədəd məndə şəkər buram çıxdı. Mən bu şəkər buraları İlaxır çərşənbəsindən bir gün öncə hazırladım. İlaxır çərşənbə günündə qovurğanı hazırladım. İstəyirdim ki, axşamı artıq kanalımda vloqumu yayımlayım. Amma mən ilk öncə shorts videomu montaj edib qoydum ki, paylaşım. Bir də gördüm, mən bloklandım, təlif gəldi mənə. Çünki bilmədən tonqalda qalamışıq, tonqalda uşaqları ətraflı çəkmişəm. Mən də bilmədən paylaşım etdim. Sən demə YouTube icazə vermirmiş. Ona görə də mən bir həftəlik spama getdim. Paylaşımlarım da gecikdi. Ona görə indi paylaşa bildim. Olsun, əsas odu paylaşıram. İçliyim də 500 qram qovrulmuş fındıqdır. Onu qəşəng üyütdüm. Ondan sonra da 400 qram da şəkər tozu əlavə elədim. İkisini birlikdə qarışdırdım. Sonra vanil əlavə elədim. İstəyə görə hil də əlavə edə bilərsiniz. Amma bizdə hilin qoxusunu sevmirlər deyə mən əlavə eləmədim. Şəkər buranın içində nə qədər çox doldursanız, o qədər görünüşü qəşəng olur. Mən də çalışıram ki, yəni xəmirin içi nə qədər getdiyinə qədər, yəni tökürəm ki, yaxşı görünsün. Mən 2 qaşıq yarım belə tökürəm içinə. Yəni bu qədər tutdu mənim şəkər buralarım. Kənarlarını da gedirəm ki, qurumasın. Çünki quruyandan sonra artıq eləmək çətin olur. Amma naxışını nə qədər üzəri qurusa, naxışını vuranda yaxşı görünür. Naxışın deyən yerdə bəzəyin də.
Burayı isə mamamgilin evidir. Artıq gəlinimiz hazırlıqlar görür, süfrəni açırdı. Mən də gəldim, mənim üçün səməni hazırlamışdılar. Gəldim, gəlinimiz qoymuşdu daha doğrusu. Sağ olsun, gəldiniz, payımı götürdüm. Mərcidən hazırlamışdı səmənini. Ondan sonra gəldim, qovurğanı artıq başlamışam qovurmağa. Hamısını bir-bir qovururam, sonra tökürəm böyük bir qaba. En sonunda da qarışdırıram ki, hamısı qarışsın bir-birinə. Bizim Cənub zonamızda adətdir, hər kəsin evində, yəni il axır çərşənbəsi günü qoxusu çıxmalıdır da. Yəni bunlar bişirilməlidir. Hamısı, yəni hazır etməlidir də, adətdəndir. Biz çox zaman il axır çərşənbəsini daha ətraflı, gözəl qeyd edirik. Digər iki çərşənbəyə nisbətən. Papaqlar atılır, tonqal yandırırıq, ondan sonra qovurğa hazır edirik, yeməklər zat, yəni təmtəraqlı qeyd edirik. Qovurğanın içindəkilər 7 dənədən ibarət olmalıdır. Mən də hamısı 7 dənə əlavə elədim. Ən sonda, yəni bir hazır noxud əlavə elədim. Bir də bu hazır noxudda gördüyünüz digər noxud isə özüm islatmışdım, qovurdum. Burada isə yumurtanı boyuyorum. İlk öncə qaynar su əlavə elədim stakana. Ondan sonra rəngi əlavə elədim. Məndə 2 rəngim var idi deyə bunlardan istifadə elədim. Sonra alma sirkəsi, üzüm sirkəsi, yəni fərq eləməz kimdə necə varsa evdə ondan istifadə eləyə bilər. Bir xörək qaşığı da sirkə əlavə elədim. Sonra qaynamış yumurtalarımı qoyuram içinə, əlavə edirəm içinə. Biraz gözlətib sonra götürürəm. Artıq rəngi çox gözəl olur. Artıq yumurtalarım belə alındı. Hə, xanımlar, bir daha il axır çərşənbənizi təbrik edirəm. Süfrəniz hər zaman ruzulu, bərəkətli olsun. Canınız sağlam olsun, ən önəmlisi. Bayramınız mübarək. Gələn vloglarda görüşmək ümidi ilə. Hələlik.